Bir çox insan ənənəvi marketinq deyəndə bunu sadəcə billboard, TV reklamları və ya köhnə marketinq üsulları kimi anlayır. Amma əslində ənənəvi marketinq bir reklam formatı yox, marketinqin əsas düşüncə sistemidir. Bu sistem isə biznesin bazarda necə mövqelənəcəyini, hansı auditoriyaya necə müraciət edəcəyini, məhsulu necə dəyərləndirəcəyini, məhsuluna hansı qiyməti qoyacağını, müştərinin niyə seçdiyini və yaxud niyə seçim etdiyini anlamağa kömək edir. Bunun üçün bir çox alətlər var. Misal üçün, BCG matriksi, Ansoff matrix, ABC analizi, mövqeləndirmə araşdırması, Customer Journey, qiymətləndirmə, Brand Perception və ya Brand Equity kimi bugün də istifadə olunan bir çox yanaşma məhz düşüncə sisteminin içində formalaşır. Platformalar və alətlər dəyişə bilər, hansı ki artıq AI dövrüdür. Amma marketinqin əsas prinsipləri illərdir biznes qərarlarının mərkəzində qalmağa davam edir və edəcəkdir. Məhz buna görə marketinq sistemi şəkildə öyrənmək istəyənlər üçün fundamental marketinq biliklərini hələ də böyük önəm daşıdığı dövrdə sizi marketinqi daha strateji və peşəkar səviyyədə öyrənə biləcəyiniz Peşəkar Marketinq Akademiyasına dəvət edirəm.